Mövzu 4. Qədim Çin. Qədim Çinin təbiəti və əhalisi adlı yarım başlıqdan başlayırıq. Çin Asiya qitəsinin şərqində yerləşir. Çinin qərbi təbii maneələr olan dağ silsilələri ilə, şərqi isə Sakit okeana çıxışı olan dənizlərlə əhatə olunmuşdur ki, bunlar da müdafiə rolunu oynayırdı. Çin ərazisində Xuanxe, yəni Sarı çay və Yassızı çaylarının keçdiyi vadilərdə torpaqlar məhsuldar olduğu üçün insanlar qədimdə burada daha çox sıx məskunlaşmışlar və əkinçiliklə məşğul olurdular. Lakin yağışlar yağan zaman bu çay daha çox daşdığı üçün Xuanxe çayını Gəzən çay, Azan çay və min bir fəlakət çayı Çinin bəlası adlandırırdılar. Sonralar Çinlilər bəndlər çəkərək Xuanxeni ram etməyi bacardılar. Çay vadilərində insanlar əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdular. Çinlilərin hazırladığı ipək parçalar və ağ gildən düzəldilən zərif çini qablar bütün dünyada məşhurlaşmışdır. Eradan əvvəl 3-2 minilliklərdə Xuanxe vadisində erkən sivilizasiya meydana gəldi və erkən sərvət əldə etmək və onu qorumaq zərurəti Çində ilk quldar dövlətlərin də meydana gəlməsinə şərait yaratmışdır. Dedik, quldar dövlətlərin meydana gəlməsinə şəraiti nə yaratdı? Sərvət əldə etmək və onu qorumaq zərurəti. Çində ilk dövlət Şan qəbilələri yaratdı ki, eradan əvvəl 2-ci minillikdə. Qəbilələrdə tapılan əşyalar isə eradan əvvəl 2-ci minillikdə Çində ictimai bərabərsizliyin və təbəqələşmənin də yarandığını göstərirdi. Eradan əvvəl 6-cı əsrdə isə Çində dəmir emalının başlaması, yəni dəmirin emalının nəticəsində ibtidai icma quruluşunun dağılmasına, yeni quldar dövlətlərin yaranmasına və təsərrüfatın inkişafına da səbəb oldu. Çində vuruşan padşahlıqlar dövrünə baxırıq ki, eradan əvvəl 4-3-cü əsrlərdə Çində bir neçə quldar dövlətlər bir-biri ilə aramsız müharibələr aparırdılar. Bu da Çində vuruşan padşahlıqlar dövrü adlanırdı. Neçənci əsrdə? Eradan əvvəl 4-3-cü əsrlərdə. Bu müharibələr eradan əvvəl 221-ci ildə Sin sülaləsinin qələbəsi ilə başa çatdı. Eradan əvvəl 221-ci ildə Sin dövlətinin padşahı bütün ölkəni diqqətli olub vahid şəkildə birləşdirərək özünü Sin Shi Huangdi, yəni Çinin birinci hökmdarı, imperator adlandırdı. Bu ərazidə idi Sin sülalə dövləti. İmperator sözü Latınca imperium, yəni tam hakimiyyətə malik olan deməkdir. Sin sülaləsinin hakimiyyəti eradan əvvəl 221, eradan əvvəl 206-cı illərdə hakimiyyətli olmuşdur. Sin Shi Huangdinin hakimiyyəti dövrünə baxırıq ki, o Çini ilk dəfə vahid dövlətdə birləşdirdi. Vahid ölçü, çəki və pul sistemi tətbiq etdi. Çinin ərazisi inzibati olaraq 36 vilayətə böldü və hər bir vilayətə də məmur təyin etmişdi. Çində mərkəzləşdirilmiş dövlət idarə sistemi də yaratdı. Burada diqqət edirik, Çin həm vahid dövlət şəklində birləşdirilmişdir, həm də mərkəzləşmiş dövlət olmuşdur. İmperatora və onun fərmanlarına qarşı çıxanlara da amansız divan tutdu. Eradan əvvəl 214-cü ildə Böyük Çin səddinin inşa olunmasına da göstəriş verdi. Bu hissədə Çin səddinin inşası haqqında danışır. Daha sonra eradan əvvəl 206-cı ildə Çində sülalə dəyişikliyi baş verir və Sin sülaləsinin hakimiyyəti devrilib Xan sülaləsi hakimiyyətə gəlir. Xan sülaləsinin hakimiyyəti illəri isə eradan əvvəl 206-dan bizim eranın 3-cü əsrinə qədər davam etmişdir. Hunlarla mübarizəni davam etdirir Xan sülaləsi və Çinlilər Hun döyüş taktikasını öyrənərək onlarla mübarizədə artıq uğur qazanmağa başlayırlar. Hansı sülalənin dövründə? Xan sülaləsinin dövründə. Asiya Hun dövlətinin şərq hissəsi Çinin əsarətinə düşür. Xan sülaləsinin hökmdarlarının işğalçılıq müharibələrinin nəticəsində, baxın, Vyetnamın bəzi vilayətləri və Koreya işğal olunur, Çinin sərhədləri genişləndirilir, Çinin dünya ticarət yollarına çıxışı da təmin olunurdu. Bu, Xan sülaləsinin işğalçılıq müharibələrinin nəticəsi idi. Bundan sonra Xan sülaləsi kənd təsərrüfatını da canlandırmaq üçün tədbirlər həyata keçirirdi ki, bu tədbirlər Sin sülaləsinin dövründən tərk edilmiş kəndlər yenidən məskunlaşdırıldı, boş torpaqlar əkilib becərilməyə başlanıldı və bunun nəticəsində isə istehsalın artmasına səbəb oldu. Xan hökmdarlarından bəziləri elm və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilir. Bax, dedik bəziləri. Və bu addımların nəticəsində Çin əhalisi vahid xalqa çevrildi ki, indi də onlar özlərini xan adlandırırlar. Eradan əvvəl diqqətli olub 2-ci əsrdə Böyük İpək yolu salındı və Xan sülaləsinin dövründə qırmızıqaşlılar və sarısaqlılar üsyanları da baş verdi. Bu hissədə bizə Çinin ərazisi verilib ki, dedik, Çin Asiya qitəsinin şərqində yerləşir və onun paytaxtı Çanan şəhəri olmuşdur.
İndi digər başlığa baxırıq ki, Böyük İpək yolu haqqında. Makedoniyalı İskəndərin işğalları Qərb ilə Şərq ölkələri arasında iqtisadi bağların yaranmasını sürətləndirirdi və Asiyadan Avropaya uzanan ticarət yolları da o dövrdə dövlətləri bir-birinə bağlayırdı və Xan sülaləsinin hökmdarlarının da işğalları nəticəsində eradan əvvəl 2-ci əsrdə Çinin dünya ticarət yollarına çıxışını təmin olunmuşdu və beləliklə Çindən Aralıq dənizi sahillərinə, oradan isə Avropaya, yəni İspaniyaya qədər və Şimali Afrikaya uzanan Böyük İpək yolu adlanan karvan yolu fəaliyyətə başladı. Bax, burada xəritədə baxırıq ki, Çindən başlayır, bu hissələrdən başlayır, düz Aralıq dənizi sahillərinə qədər gedirdi. Oradan isə, buradan baxın, Aralıq dənizindən keçib Avropaya, burada göstərməyib amma İspaniyaya qədər və Şimali Afrikaya qədər deməli gedib çatan Böyük İpək yolu, karvan yolu fəaliyyətə başlamışdı. Və Böyük İpək yolunun əsas istiqamətlərindən biri də baxın burada deməli Azərbaycanın ərazisindən də gəlib keçirdi. Çin sənətkarlarının hazırladığı məhsullar bu yollarla bütün dünya ölkələrinə satılırdı. Xüsusilə də ipək parçalar dünyada yüksək qiymətləndirilirdi. Çinlilər ipək istehsalının sirrini gizli saxlayırlar və onun ixracından böyük mənfəət əldə edirlər. Bunun üçün xan hökmdarları onun deməli əhəmiyyətini anlayaraq daim nəzarətdə saxlamağa çalışırlar. Baxaq indi qədim Çində insanlar qul edilirdi. Bu qulu hardan əldə edirdilər? Bir, müharibələr zamanı əsir alınanlar idi ki, onların saçlarını qırxırdılar, üzlərinə damğa vururdular. Digəri isə vergiləri və icarə borclarını ödəyə bilməyən kəndlilər idi ki, onlar da ailələri borcunu ödəyə bilməyəndə ailələri ilə birlikdə qul edilirdi. Xan sülaləsini yıxan üsyanlar adlı yarımbaşlıqla başlayırıq. Eramızın əvvəllərində Çində üsyanlar baş verirdi və bu üsyanlara səbəb kəndlərin və qulların amansız istismarı idi ki, vergilər və torpaqlar ağır şərtlərlə icarəyə verilirdi. Bu da üsyanlara səbəb olurdu. Digər səbəb isə əyan və sərkərdələrin arasında olan çəkişmələr olmuşdur. Bu isə Çində sosial ziddiyyətləri çətinləşdirirdi və xan sülaləsinin zəifləməsi Çində üsyanları daha da çoxalmasına səbəb olmuşdur. Bu üsyanlardan biri də qırmızıqaşlılar və sarısaqlılar üsyanı olmuşdur. Qırmızıqaşlılar üsyanı eramızın 1-ci əsrin əvvəllərində, baxın bizim eramızın 1-ci əsrin əvvəllərində baş verib və üsyançılar hökmdar döyüşçülərindən fərqlənmək üçün qaşlarını qırmızı rəngdə boyadıqları üçün qırmızıqaşlılar adlanırdılar və bu üsyan da, qırmızıqaşlılar üsyanı da sonda amansızca yatırılmışdır. Sarısaqlılar üsyanı isə eramızın 2-ci əsrində, yəni 184-cü ildə baş vermişdir. Bu üsyana Çıjan qardaşları başçılıq edirdi. Burada üsyançılar başlarına sarı sarıq bağladıqları üçün sarısaqlılar üsyanı adlandırılır. Bu üsyan 20 ildən artıq davam etmişdi. Yəni 184-cü ildə başlamış, 204-cü ilə qədər davam etmiş və sonda çətinliklə yatırılmışdı. Amma sarısaqlılar üsyanının nəticəsi var idi ki, bunun nəticəsində Xan sülaləsi zəifləyir, 3-cü əsrin əvvəllərində süqut edirdi. Bundan sonra Çin yenində xırda dövlətlərə parçalandı. Çində quldarlıq quruluşuna zərbə vuruldu və süqut edildi. Və nəticə çıxardırıq ki, eramızın 3-cü əsrdə Çində feodalizm quruluşu yarandı. İndi qədim Çinin mədəniyyətinə baxırıq ki, ilk öncə yazıdan başlayırıq. Eradan əvvəl 2-ci minillikdə Çinlilər özlərinə məxsus hieroqlif yazı yaratmışdılar. Biz yadımıza salırıq, dedik ki, eradan əvvəl 2-ci minillikdə bir Şam qəbilələrinin dövlət yaratması var idi. Eradan əvvəl 2-ci minillikdə Çində ictimai bərabərsizlik və təbəqələşmənin yaranması var idi və eradan əvvəl 2-ci minillikdə hieroqlif yazıların meydana gəlməsi, deməli, Çin dövrünə aiddir. Bundan sonra vahid dövlətin yaranması ilə yazı daha da təkmilləşdirildi və yazı vasitəsi kimi ilk vaxtlar bambuq lövhələrdən istifadə olunurdu. İmperatorun fərmanları isə ipək parçalar üzərində yazılırdı. Xan sülaləsinin dövründə Çinlilər kağız ixtira etdilər. Hansı sülalədə? Xan sülaləsinin dövründə deməli kağız ixtira edildi. Ondan sonra elmə baxırıq ki, burada fəsillərin dəyişməsi, təbiət hadisələri, səma cisimlərinin müşahidəsi nəticəsində neylədilər? Dəqiq təqvim yaratdılar. Tacir və səyyahların səfərlərin nəticəsində Çini əhatə edən ölkələr, ərazilər haqqında məlumatlar əsasında dağlar və dənizlər haqqında kitab yazılmışdır.
Dənizçilər və səyyahlar isə kompası ixtira etmişdilər. Xan sülaləsinin dövründə Çin tarixindən bəhs edən əsərlər yazıldı. Baxın, Xan sülaləsinin dövründə deyir və bunlardan ən məşhuru eradan əvvəl 2-1-ci əsrlərdə Sima Tisianın müəllif olduğu tarixi qeydlər əsəri idi ki, Avropalılar da Sima Tisianı Çin tarixinin Herodotu adlandırırdılar. Bu dövrdə təbabət də inkişaf etmişdi və Çinli təbiblər təbii bitkilərlə, xüsusilə də ilk vaxtlar dərman bitkisi kimi istifadə etdikləri çay ilə müalicəyə üstünlük verirdilər. Çin memarlığına aiddir. Evlər ağacdan, hökmdar sarayları və varlı əyanların evləri isə daşdan tikilirdi. İçərisi isə Çin məişətinə uyğun hazırlanırdı. Çində müdriklik sənəti olan fəlsəfə inkişaf etmişdi və bunun inkişafının səbəbi Çin filosofu, yəni müdrikliyi sevən adam, alim Konfutsi təlimi olmuşdur və elmi biliklərin genişlənməsi Konfutsi təliminə aiddir. Konfutsi tərəfindən yaradılmış və eradan əvvəl 6-5-ci əsrlərdə yayılmağa başlamışdır. Bilici adını qazanmaq üçün alimlər bu təlimdən imtahan verirdilər. Sin sülaləsinin dövründə rədd edilmiş və tərəfdarlarına divan tutulmuşdu. Sin Şixuandi Konfusinin bütün insanların, o cümlədən hökmdarların ədalətli və əxlaqlı rəftar etməli olduğu fikirlərini qəbul etməmişdi və Xan sülaləsinin isə rəsmi ideologiya səviyyəsinə qədər qaldırılmışdır. Yəni, Sin sülaləsi bu təlimi rədd etmiş, Xan sülaləsi isə rəsmi ideologiya səviyyəsinə qaldırmışdır.